incəsənətə qonaq gəldi. Uşaqlıqdan bəri saza böyük həvəs göstərən Daşqın bəy, saz ifaçıları arasında fərqli tərzdə olan sazıyla seçildi. Mən Daşqın, türk sazımla incəsənətdə. Digərlərindən üstün cəhəti də həm milli, həm də türk sazında ifa etməsidir. Bu türk sazı da heç kimdə yoxdur. Azərbaycanda təkcə məndədir. Onu mən öz ideyamla, öz fikrimlə belə zakaz yığdırmışam. Heç kimdə yoxdur. Yəni tək məndədir Azərbaycanda. Sazın simlərində musiqisini canlandıran ifaçı teleməkanda şou göstərən həmkarlarına sözünü ünvanlamağı da unutmadı. Son vaxtlar efirlərə çox az çıxıram, amma o efirlərə bəzi özlərinə saz ifadəsi deyən, aşıq deyən dırnaq arası aşıqlarımıza mən deyirəm, sənət göstərmək lazımdır. Biri Avropa mahnısı çalır, biri türk mahnısı çalır, milli sazda. Milli saz bizim Azərbaycanımızın milli musiqi alətidir. Onda Azərbaycanımızın o qədər milli musiqiləri var ki, onları ifa eləmək lazımdır. Biri saz fırlayır, biri Avropa mahnısı çalır, biri nə çalır. Və dediyi kimi də sözünün arxasındadır. Mənim elə sözüm elə aşıqlaradır. Bu adını çəkmək istəmirəm. İndi hər halda həmin aşıqlar yəqin ki, özləri biləcəklər ki, kimə gedir bu sözlər. Tez-tez el şənliklərində iştirak edən musiqiçi milli saza daha çox üstünlük verildiyini xüsusilə vurğuladı. Aşıq musiqiləri çox istəyirlər. Yəni, adətən mən aşıq sazı da milli musiqi alətimiz, aşıq sazını da çox ifa eləyirəm deyə. Yəni, adətən onunla çox tanınmışam. Hər əlinə saz alıb mizrab vurandan saz ifaçısı olmaz deyiblər. Ancaq Daşqın bəy öz ifası ilə peşəkarlığını sübut edənlər siyasında olduğunu təsdiqlədi.